sərxoş halda sürmürəm. Sadəcə toyxanadan çıxanda bunlar məni saxladılar, mən də özəldim. Ağzıma nə soxuşdum, mən bir Bizim işimizdir. Sərxoş testdən keçdiniz. Hə, Spirtli çıxaşlar olundu. hə. Və istəyirsiniz içməmişik və sərxoş halda niyə avtomobilləri? İçmişəm, yaxşı eləmişəm. Yaxındır. Siz nə vaxtınız keçirsiniz belə? Biz jurnalistik də, bizim də işimiz budur. Allah sizin işinizi ağır eləsin. Mən sizə ağır cəzalar alsın. Yəni bu cərimə olunmaqla sizə belə deyək də dərs oldu mu ki, növbəti dəfə yəni Xeyr, mənə cəza zad yoxdur. Mənim dünya vecimə deyil. Mən sizə əlinizə alıb bu şturvalı gəzdirməyi arzu eləmirəm. Siz özünüzü yığışdırın, biraz yolunuza yığışın. Mən sizə nəhlət oxuyacağım. Onu da yazın, mənim sözüm. Mənim dünya vecimə deyil. Əgər işmişəm, siz də əlinizə doğrudan verin. Hasakan neçə yaşınız var? Mənim 67 yaşım var. Bəli. Xəlləmiş görmüşəm həyatda. Amma dəni Səsən görə eləyirik. soxma da ağzıma. Mən xahiş elərdim məni bunu efirə verəsiz. İşiniz gücünüz yoxdur, alınıza əlmisiniz bu deyə bucadı bunu iş görürsünüz güya. Yəni Amma dövlətin üzr istəyirəm, dövlətin qanunu var da, niyə o qanun? dövlətə siz əsl dövlətə ziyan vuran sizsiniz. Yəni Xalqı qanunda var ki, sərxoş halda maşını idarə etmək, yəni yaxşı edirəm. İşmişəm, kefimdən gəlirəm. Belə sizi kimi adamlar mənə belə xoş gəlmir. Onu sizə görə işləyirəm, sizlərə görə. Mən bugün içirəm, yeyirəm. Sizlər kimi adamı gözümdə belə görmək istəmirəm. Sağ olun.